Bugün karate üzrə 5 qat dünya çempionu, 11 qat Avropa çempionu, olimpiya mükafatçısı, karatenin qara brilyantı Rafael Ağayevin doğum günüdür. Onun 41 yaşı tamam olur. Rafael Mahir oğlu Ağayev 1985-ci il martın 4-də Sumqayıtda anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından həm futbolla, həm də ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk müəllimi onda bu idman növünə böyük sevgi formalaşdırıb və gələcək uğurlarının təməlini qoyub. İlk milli yarışlardakı çıxışları ilə diqqət çəkən Ağayev Füzuli Musayevin rəhbərliyi altında Respublikanın ən nüfuzlu klublarından olan Budokanda məşqlərə dəvət alıb. Artıq ilk Respublika çempionatında bütün rəqiblərinə qalib gələrək Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini qazanıb. 1997-ci ildə Macarıstanın Nişkols şəhərində keçirilən Açıq Dünya Kubokunda milli komandanın heyətində beynəlxalq arenaya çıxan Rafael, bir il sonra İngiltərənin açıq çempionatının qalibi olub. Bundan sonra isə demək olar ki, iştirak etdiyi hər yarışdan medalla qayıdıb. 2013-cü ildə aldığı zədə səbəbindən bir müddət yarışlardan uzaq qalsa da, 2015-ci ildə yenidən möhtəşəm qayıdış edib. 75 kiloqram çəki dərəcəsində komitə üzrə 2015-ci il Avropa oyunlarının çempionu olub. Tokyo 2020 yay olimpiya oyunlarında isə finala qədər irəliləyərək gümüş medal qazanıb. Bugün Rafael Ağayev təkcə tatamidə deyil, dövlət xidmətində də məsul vəzifə daşıyır. O, Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib və mayor rütbəsi alıb. Sumqayıtda doğulan bir uşaqdan dünya karate tarixinin simasına çevrilən Rafael Ağayev bugün də gənclər üçün nümunədir. Ad günün mübarək, qara brilyant.